Salam uşaqlar, hər vaxtınız xeyir. Gəlin bunların həllinə baxaq. Deməli, bizə deyir ki, düzgün olmayan kəsr olar. Düzgün olan, düzgün olmayanı təkrarlayırıq. Demişdik ki, məsələn, kəsir A-da B kəsiri. Aşağı böyüksə, yəni A B-dən böyüksə, bu düzgün kəsirdir. Düzgün olmayan olmaq üçün nə olmalıdır? A B-dən kiçik olmalıdır. Bir də bərabər. Bu halı unutmuruq. Bu hallarda nə olur? Düzgün olmayan. İndi bizə deyir ki, 15'də en kəsir düzgün olmayan kəsir olsun. Dedik ki, düzgün olmaması üçün nə etməlidir? Yuxarı aşağıya bərabər olmalıdır ya da yuxarı daha böyük olmalıdır. Elə 15'i götürürük də, bərabər olanda düzgün olmayan kəsir olur. Amma burada cavablarda 16 da olmalıydı, 14 de olmalıydı, ikisi də yoxdur. Yəni testdə hər ikisi olacaq. 16 ilə 14'ü ötürüb 13 ilə 17'ye keçiblər. Məntiqsizdir. 2. Ən böyük natural qiymətində düzgün olmayan kəsir. Yenə düzgün olmayan deyirsə, burada nə olmalıdır? Aşağı balaca olmalıdır ya da bərabər. Bizdən ən böyüyü soruşur. Təbii ki, 1-də olanda düzgün olmayan olacaq, 2-də olanda, 3-də, 4-də, 5-də. Amma bizə deyir ki, ən böyük. Ona görə 22'ni götürürük. Çünki 23 olsa burada düzgün olmayan kəsir olmur, düzgün kəsir olur. Ona görə 22'ni götürürük. 3. Hansı natural qiymətində düzgün olmayan kəsir olar? Yəni, bunları yəqin başa düşdünüz. Bu cavablarda əslində 6, 7, yox bu deyil. 1, 2, 3, 4, 5, 6 bu. 1, 2, 3, 4, 5 olan cavabda olmalıydı əslində sizə çaşdırmaqdan ötürü, amma yoxdur. Ona görə nəyi götürürük? C-ni götürürük. 4. Düzgün olmayan kəsir olar. Yenə 1, 2, 3, 4. A variantı. Bunun oldu. 5. X-in hansı qiymətində düzgün kəsir olar? Dedik ki, düzgün kəsir nədir? Yuxarısı balaca olmalıdır, aşağısı böyük. X-in yerinə nə qoysaq, yuxarısı balaca olar. 1 qoysaq. 2 qoysaq olurmu? 2 ilə 3 vuranda 6, 6 ilə 4, 10. 10'da da olur. Həm 1 oldu, həm 2. Bu necə oldu? Nə var da cavab? C variantı. 6. Düzgün kəsir olar. Yenə 1 qoyanda olur, 2 qoyanda olmur. 2 vur 2, 4 plus 5, 9. Ona görə təkcə 1. Yenə düzgün kəsir olar. 1 qoyanda, 2 qoyanda 2 vur 3, 6 plus olur. 3 qoyanda 3 vur 3, 9 plus 5, 14. Bunda da olur. 1, 2, 3. Gəldik ixtisar məsələsinə. 8. 49 vurulsun 132. 343 vurulsun 11. Demişdik ki, sürətdə və məxrəcdə vurmadırsa, yəni vurğularsa, bunları ixtisar eləmək olur. Ortada, burada toplama olsaydı, burada çıxma olsaydı, bölmə olsaydı, bu zaman ixtisar eləmək olmaz. Toplamada çıxmır, ümumiyyətlə ixtisar yoxdur. Bölmədə yerlər dəyişib, sonra bir şeylər eləyə bilirik. Amma toplama çıxma olanda heç vaxt ixtisar eləyə bilməzsiniz. Normal bunu hesablayıb sonra ixtisar eləyərsiniz. Amma bizdə ikisi də vurmadı. Ona görə ixtisar apara bilirik. Baxıram ki, mən burada 49, siz baxanda bilməlisiniz ki, hansılar ortaq nəyə bölünür. Da böyümüsüz. Beyində olmalıdır hər şey uşaqlar. İncimin amma beynində olmalıdır. Siz elə 2 saat fikirləşsiniz ki, nə ilə nəyəsə bölünəcək. Tez baxanda görməlisiniz ki, bu ilə bu ikisi də 7'yə bölünür. Yazıram 7. 343'də 7'yə bölürsünüz. Neçə eləyir? 49 eləyir deyəsən, hə? 49. İkisi də 49'a bölünür bunlar. Burada 1 qalır, təzədən 7'yə ixtisar gedib. Burada qalır 7. Bu ilə bu getdi. İndi 132 ilə 11 də nəyəsə gedir. Baxan kim bilməzdir ki, 11'ə gedir. Burada qalır 1, burada qalır 12. Heç bilməsəniz belə, qıraqda hesablayın da, yəni məntiqən düşünəcəksiniz ki, burada 11 nə ilənsə ixtisar getməlidir də, çarə yoxdur. 49 ilə getmirsə 132 ilə gedəcək. Qıraqda 132 ilə 11'ə bölün, onda alacaqsınız cavabı. Heç nə. İxtisar gedənlər getdi. 1'i 12'yə vurdum, 12. 7'ni də 1'ə vurdum, 7. 7'də 12. A variantı. Gördünüz. Geçdik 9'a. 171 vurulsun 37.
111 vurulsun 17. Biraz qəliz şeylərdir, ədədlərdir. Sadə görünən ədədlərdir. Ki, bəziləri sadədir. 17 də sadədir, 37 də. İndi baxaq. Baxıram ki, 37-ni 3-ə vurursam 111 alaram. Ona görə 37-nə 111 ixtisar edirəm. Bura 1, bura 3. Deməli 171 ilə də 17 ixtisar gedəcək də. 7-ni nəyə vuranda 171 ilə 17 ixtisar getmiş. Nəylə getsin? 171 ilə 3 gedəcək. 1, 1 ilə 7, 8, 8 ilə 1, 9 göz 3-ə bölünür. Burada 1, 171-i 3-ə bölürsünüz. Eləyir neçə? 51. 51 mi eləyir? 57. Düz dedim də, 57. 57 ilə 17 ixtisar getmir, heç nə yazırsınız. 1 vur 17, 17. 57-ni də 1-ə vuranda 57. Baxaq cavablara ki, belə formada yazılıb, ona görə B yazırıq. Amma belə formada cavab olmasaydı, bunu nə edəcək idim? Qarışıq əldə çevirəcək idim. 57-nin içində 17-nin 3 dəfə yerləşir. 3 dəfə 3 tam 17 olduğu kimi qalır. Vuranda eləyir 51, qalıq neçə qalır? 6. 6-nı da yuxarıda yazacaq idim. Bu cavabı götürəcəkdim, əgər bu cavab olmasaydı. Belə, 9 da belə getdi, qaldı 10. 121 vurulsun 64. Bu rahat oxşuyur. 88 vur 48. Baxan kimi tez bu ilə bunu 11-ə ixtisar edirəm. Burada qalır 8, burada qalır 11. Sonra 8 ilə 64-ü 8-ə ixtisar edirəm. Burada qalır 8, burada qalır 1. 8 ilə 48-ə ixtisar edirəm. Burada qalır 8-ə böləndə 6, burada 1. 11-i 1-ə vururam 11, 1-i 6-ya vururam 6. 6-da 11, cavab da var. Onu götürüb A variantı. Başa düşdük. Yəni, ortada vurma əməli varsa kəsirlərin sürət və məxrəcində bunları rahatlıqla istədiyimiz sürətlə, istədiyimiz məxrəci ixtisar edə bilərik. Yan-yana olanları yox ha, sürətlə sürəti, məxrəclə məxrəci ixtisar eləmək olmaz. İxtisar nədir? Sürət və məxrəci eynilərə də bölmək. İndi belə axırda bu şəklə baxsa sizə qarışıq görünəcək. Amma başdan düzgün sıra ilə beyninizi verib baxsaz çox da qarışıq deyil. Yəni, tabii böyüyürük. Belə qarışıq şeyləri görməyə alışın. Yaxşı, bu qutarsın. Sonra o birisine keçək.